Bismillahirrahmanirrahim ve bihi nesta'in innehu hayru nasirin ve mu'in ve sallallahu ala seyyidina ve nebiyyina ve alihi tahirin ve lanetullah ala adaihim ecmain minel an ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh Rabbi şrah li sadri ve yassir li emri ve hlul uqdeten min lisani yefkahu kavli sadaqallahul aliyyul azim. Allah Teala ibadət itaətimizi qəbul eləsin, bizi bəyəndiyi bəndələrdən qərar versin, günahlarımızı bağışlasın, Peyğəmbər və Əhl-i Beytinin ziyarət və şifaətini nəsib eləsin, xəstələrimizə şifa versin, çətinlikdə olanlarımıza kömək olsun inşallah, iltimas edənlərin duaların qəbul eləsin inşallah. Allah Teala bizi gücümüzdən artıq imtihan eləməsin. Allah Muhammed al-Muhammed xatirinə Ağa İmam zamanı zuhurun təcil eləsin, bizi də o ağanı tanıyıb, ona kömək olub, onun qarşısında şəhid olanlardan qərar versin inşallah. Söhbətimiz Nəhcül Bəlağənin 99-cu xütbəsinin ikinci hissəsindədir. Həzrət İbadəllah deyərək müraciət edir. İbadəllah, ey Allahın bəndələri, Usikum bir rəfsi lihazihid dünya ət-tarikəti lakum və in ləm tuhibbu tərkəha. Deyir, ey Allahın bəndələri, sizə vəsiyyət edirəm, tərk eləyəsiz bu dünyanı ki, ət-tarikəti lakum, bu dünya sizi tərk eləyəndir. Demir, tərk eləyəcək. Deyir, elə hal-hazırda da tərk eləyib. Ət-tarikə, üç zamanın üçünə də aid eləmək olur bu sözü, yəni ərəb ədəbiyyatına, qrammatikasına görə, yəni keçmişdə də tərk eləyib, hal-hazırda da tərk eləyir və gələcəkdə də tərk eləyəcək. Yəni dünyanın işi budur ki, siz bu sizi tərk eləyən dünyandan tərk eləyin və inləm tuhubbu tərkəha. Hətta siz onu tərk eləməyi sevməsözdə. Hamı dünyanı tərk eləmək istəmir, axı dünyaya insanlar bağlıdırlar, dünyanı insanlar sevirlər, dünyanı insanlar belə üstün tuturlar. Əlbəttə, ağıllı insan dünyaya, ağıllı və əqidəli insan dünyaya bel bağlanmır, dünyanın məğrur olduğunu, aldadıcı olduğunu bilir, dünyanın vəfasız olduğunu bilir, həm ağlı ilə bilir, həm təcrübəsi ilə bilir. Amma eyni halda da insanın ağlı nəfsi ilə toqquşanda bəzi insanlarda nəfs qalib gəlir, ağlı məğlub olur və bir növ özlərinə təlqin eləyirlər ki, bizi bu dünya tərk eləməyəcək, biz də bu dünyada olacaq və hətta bəzilərinin axirətə əqidəsi yoxdur, heç o mövzuda fikirləşmirlər, deyirlər dünya ilə. Hətta beyiş də bu dünyadadır, axirətdə cəhənnəm də bu dünyadadır. Bu cəhətdən ki, güya məsələn burada yaxşı yaşayanlar elə beşdə yaşayırlar, pis yaşayanlar cəhənnəmdə yaşayırlar. Bu da bəzi əqidələrin, bəzi məktəblərin insanlara ötürdüyü o batil fikirlərdir. Amma hər halda axirətə əqidəsi olanlardan da və tam inananlardan da axirət beşdinin və cəhənnəminin elə axirətdə olmağın tam şəkildə dəlillə, subutla qəbul eləyənlər də görürsən, bəzən səhlənkarlıq üzündən, bəzən qəflət üzündən, bəzən elə inşallah Allah bağışlayacaq Allahın rəhmətinə çox arxain olmaq üzündən. Görürsən, dünyaya məhəbbətləri olur, dünyanı sevirlər. Hal baxmayaraq ki, məsələn, bu dünyanın da aldadıcı olmağını bilirlər. Qəribə nədir? İnsanlar bir nəfər onları aldadanda, ikinci dəfə ondan bir iş görmək istəyəndə çox ehtiyatlı olurlar. Ya heç əslən ondan da heç bir iş görmək fikrinə düşmürlər, ya da ki, olsalar da ehtiyatlı olurlar. O allana biləcəkləri cəhətlərin hamısını yoxlayırlar, ona belə xəbərdarlıq eləyirlər, bu dəfə bizi allasın, belə olar, keçən dəfə kimi olmasın, nəmnənə və bu sonra işlərini davam edirlər. Ya da ki, heç əslən onlarla daha işbirliyi qurmurlar, ondan sonra əlaqə qurmurlar, heç bir alış-veriş eləmirlər.
Amma eyni halda da dünya dəfələrlə alladır insanı, dəfələrlə ondan sonra necə deyim, ziyan verir insana. Amma dünya ilə o cürə rəftar eləmirlər. Maraqlıdır. Əgər qərardırsa insan insanı alladanı, yəni məni kim alladıbsa, onunla bu cürə rəftar eləyirəmsə, və dünya ilə niyə o cürə rəftar eləmirəm? Axı, əgər məsələn bu adam mənim qarşımda olan adam, mənlə işbirliyi quran adam, mənlə münasibəti olan adam, məni alladandan sonra mən ona heç bir etimad eləmirəmsə və onu inanmıramsa, daim ondan ehtiyatımı saxlayıramsa, bu dünya ilə rəftarda niyə bu cür eləmirəm? Bu da alladandır da, özdə bu daha çox alladandır. Və bu dünyanın aldatması insana çox böyük ziyan vurur bir nəfərin aldanmasından. Bir nəfər alverdə bir nəfəri alladar. Biraz məsələn, laf belə uzaqdır ki, milyonlar pul əlindən çıxar. Ki, heç dünyanın 99%-nin milyonu yoxdur. Yaşayırlar da, ölmürlər də. Yaxşı. Bunun ən böyük ziyanı. Amma dünya adamı alladanda əbədi həyat insanın əlindən çıxır. Əbədi səadət insanın əlindən çıxır. Plus da bir var, məsələn, o milyonun olmaya, əlindən çıxar, kasıb vəziyyətdə yaşayasan, amma yaşayırsan, normal yeyirsən, içirsən, yatırsan. Bir nəfər səni dünyada alladanda. Amma dünya səni alladanda ki, o behişt, o səadət, o nemətlər əlindən çıxır, heç mütəqabilən də tam əks cəhətdə əzab var, çətinlik var, əbədi yanmaq var, ondan sonra əbədi bədbəxtçilik var, oradan heç vaxt qurtarmamaq var. Bunları da insanlar bilirlər. Yəni, ola bilər dünyanın bir neçə faizi bilməsin, amma neçə faizi ki, müsəlmandır, 100% bilirlər. Çünki müsəlmanın hamısının Quran əqidəsi var, hədis əqidəsi var, Peyğəmbərdən, Əhl-i Beytdən eşidib. Qeyri-müsəlmanların içərisində əhli kitablar var, onlar da asmani dinlərə qaildilər. Onların da qiyamət əqidəsi var. Quran deyir Peyğəmbərə ki, çağır onları, denən aramızda müştərək olan şeylərin üstündə eləyək də, gəlin, ittifaq eləyəyin, barışağın, məsələn, Peyğəmbərləri inanı qəbul eləyərin, Allah nüşrik billahi şeyən, Allaha şərik qərar verməyəyin. Bu axirət mövzusunda ki, siz də qəbul edirsiniz, biz də qəbul edirik. Bu müştərək görün neçə dənə nöqtəmiz var. Bunun mənası budur ki, əhl-i kitab, qeyri-asmani dinləri, dindarları da qiyaməti qəbul edirlər. Yəni, üst-üstə götürəndə axirəti qəbul eləməyən çox az bir faizdir. Müsəlman hamı qəbul edir, əhl-i kitab hamı qəbul edir. Ondan sonra hətta qeyri-müsəlman və qeyri-əhli kitablardan bir dəstənin özünün axirət əqidəsi var, öz əqidələrinə görə. Hətta məsələn, əldə düzəlmə dinlərdir. Onların da səhifəsində, kitabında bir hissə var, bir mövzu var axirət barəsində. Məsələn, müşrik ələblər adətləri var idi bəzilərinin. Öləndə özləri eyni haldakı müşrik idilər. Amma məsələn, öləndə bir nəfər onun dəvəsinin, atın bağlardılar qəbrin üstündə, qalardı orada, ölərdi ki, qiyamətə məbus olanda bu, atı da məbus olsun, dəvəsi də dirilsin, qiyamətə da piyada gəlməsin, minsin gəlsin. Bu, qiyaməti qəbul eləməkdir də. İndi əqidə batil də olsa, fikir düzgün də olmasa, amma qiyaməti qəbul eləməkliyi düzdür. Yaxşı, bu fikirləşir ki, mən o qiyamətdə, biz də qiyaməti qəbul eləyəndə avtomatik orada yaxşılığı, pisliyi də qəbul eləməlidir. Qiyamət nədən ötürüdür? Elə dünya kimi yenə təzədən gəlib işləyib, yeyib, yatmaqdan ötürüdür. Elə olsaydı, elə dünya davam eləyərdi. Deməli, qiyamət fərqli bir mövzudur. Fərqli bir mövzudur. Bütün dinlərində, mətnində qiyamətdə cəza və əzab, mükafat və əzab mövzusu da yerindədir. Amma görürsən, gəl nəticədə bu dünyaya allanır, dünyanın məğrurluğu onu alladır, dünyanın müvəqqəti zinətləri onları alladır və dünyanı sevirlər. Və inləm tuhibbu tərkəha, siz deyir bu dünyanı tərk eləyin, onsuz da dünya sizi tərk eləyib
və hətta siz o dünyanı tərk eləməyi sevməsiniz. Dünya tərk eləyib çıxıb gedib, bu əl çəkmir dünyadan. Həzrətin kəlamı budur. Vəl mubliyyəti li əcsamikum və in kuntum tuhibbunə təcdidaha. Həzrət buyurur ki, bu dünya ki siz ona bel bağlayırsınız, bu qədər etimad edirsiniz, bu qədər onu sevirsiniz. Axı sizin cismlərinizi bu köhnəldir, çürüdür, köhnəldir, sizi qocaldır. Görürsən, məsələn, getdikcə insanlar nə vəziyyətə düşürlər, filan, axırda da gəlir, məsələn, insanın elə dünyası dəyişməyi, istər qəfildən dünyası dəyişməyi özü bir növ ibrətdir. Xəstəlik, uzun müddət xəstəliklə yataqda qalmaq özü bir növ ibrətdir. Ondan sonra cavanın dünyası dəyişməyi, qocanın dünyası dəyişməz. Bunların hamısı bir növ ibrətdir və bir insan da görür ki, əd-dünya mubliyyətun li əcsamikum. Dünya sizin cismlərinizi köhnəldəndir, qocaldandır. Köhnəliyin də mənası nədir? Yəni, tullayacaqsan da. Köhnəlməyin mənası budur ki, çıxacaq əldən, yəni gedəcək. Daha bu təzələnməyəcək, bu əvvəlki vəziyyətinə qayıtmayacaq. Gözünün qabağında bu sizlə bu cürə düşünmənçilik eləyə, siz onu sevirsiniz. Və in kuntum tuhibbunə təcdidaha. Baxmayaraq ki, siz dünyanın təcdidin, təzələnməsin və daim təzə qalmasını sevirsiniz. Amma görürsünüz ki, belə bu özü ən böyük dəlillərdən biridir. Bax, sən dünya ilə dostluq edirsən, dünyanı da sevirsən, özün də sevirsən ki, sən dünyada özün, cismin, varlığın hamısı təzə qalsın. Amma gözün qabağında görürsən, bu səni nə edir? Köhnəldir. Özü heç kim köhnəltmir ki, dünya köhnəldir. Yenə Həzrət buyurur ki, siz nə edirsiniz? Onu sevirsiniz, ona məhəbbət edirsiniz. Yaxşı, o biri isti havada buz satırdı, möhkəm də isti idi, buz da əriyirdi. Bu buzun, məsələn, səhər kilosunu alıb, məsələn, 5 manata, məsələn, 10 kilo buz alıb, 50 manat pul verib, əriyir axı. Bu 45 kilo satacaq. Belə də heç mayasını çıxardamayacaq. Qışqırırdı ki, ya eyyuhənnas, irhamu mən yəzubu rəhsu mali. Acamat, rəhm eləyün sərmayəsi əriyən adama. Sərmayəsi yanıb gedən adama, sərmayəsi əriyən adama rəhm eləyün. İndi bax, insanların gözünün qabağında, insanların sərmayəsi əriyib gedir. Özü də dünya əridir bu sərmayəni. Bu sərmayə əriyib gedir, sərmayə azalır, sərmayə köhnəlir. Ondan sonra bir də, məsələn, bir şeyi təzə alırsan, 5 manata sabahsı satanda 4 manata satırsan. Hər nə olsa, hər nə, müxtəlif şeylər. Bəzi kimi, məsələn, bir dənə təzə maşını alırsan, məsələn, 50 minə, 5 gündən satsın, sonra satsın, satatsan 40 minə. 10 min, 2 gün 10 min səni ziyana saldı. Bu təbiidir, dünyanın işi belədir. Yaxşı. İndi dünya ki, sənə bu ziyanı vurur, birinin, məsələn, toğu keçib sənin həyətində bir dənə tərəvəzə ziyan vuranda, dava eləyirsən, bura çıxır dava. Ondan da sonra elə düşmən, öləndə də bir-birinizi halal eləmirsiniz. Nədir, məsələn, toyuq keçib bunu, məsələn, bostanına, bir dənə pomidorun, məsələn, körrəyib. Ya, məsələn, inək keçib bir dənə yemişin tapdıyıb. Yaxşı, onun hesabını. Amma bu boyda dünya sənin bütün bostanını, həyat bostanı o, həyat bağı o, həyat bağçı o, məhv eləyir, gülləri soldurur. Amma yenə ondan nə edirsən? Həzrət deyir ki, dostluq eləyirsən. Və ardıcan da buyurur ki, فَإِنَّمَا مَثَلُكُمْ وَمَثَلُهَا كَسَفْرٍ سَلَكُوا سَبِيلًا فَكَأَنَّهُمْ قَدْ قَطَعُوهُ وَعَمُّوا أَلَمًا فَكَأَنَّهُمْ قَدْ بَلَغُوهُ. Deyir, sizin misalınızla dünyanın misalı bir dənə müsafirə bənzəyir ki, o müsafir elə ki, addım atır, başlayır yol yeriməyə, hesab eləyir ki, gəlib sona çatıbdır və hesab eləyir ki, gəlib məqsədinə çatıbdır, amma deyir, əslində belə deyir. Nə sən sona çatmamısan, sona çatmaq o dünyanın sonuna çatmaq yox, amma sən insan durur, mən dururam, buradan gedirəm bir dənə şəhərə, məqsədim o şəhərə getməkdir. Gedirəm, çatıram, deyirəm, mən çatdım bu şəhərə, gəldim filan, birazdan sonra görürəm ki, mən yox, hələ o şəhərə nə qədər qalıb. Mən başqa şəhərdə dayanmışam. Bir hədəfim var, gedəm məsələn falan yerdə. Falan məsələn dağda gedəm, biraz özümü küləyə verəm. Gedib oturmuşam,
Özümü orada küləyə verirəm, sonra biri yuxarıdan gəlir o yandan. Dedim, eləmə səndə fikirləşirdim, gələm filan dağda, adını da derim. Deyir, o dağa hələ nə qədər qalıb, bu sən hələ təzə çıxmısan evdən. Deyir, siz o məqsədlərinizi elə bilirsiniz, dünyada yetişmişsiniz. Dünyanın sonuna yetişmək demir ha burada. Yəni deyir, dünyada sizin məqsədləriniz var, hədəfləriniz var özünüzə görə. Siz gəlmişsiniz, çatmışsınız bir məqama, bir mərhələyə. Elə bilirsiniz ki, o hədəfə və o məqsədə çatmışsınız. Amma sizin hədəfiniz, məqsədiniz o deyil yaradılışdan. Sən fərz eləyək ki, biri gəlib, məsələn, yaşayıb, işləyib, qazanıb, evi var, həyəti var, maşını var, dolanışığı var, yeməyi var, içməyi var. Deyir ki, lap belə şükür eləyir Allaha. Deyir, day nə olacaq? Mən dünyada bunlar lazımdır, bunlara da çatmışam. Həzrət deyir ki, yox. Dünyada onlar sənə lazımdır. Amma hədəf o deyir. Sən hədəfi neynəmsən, qarışıq salmışsan. Sən dünyaya gəlməmsən ki, gündəlik ruzu qazanasan. Dünyaya gəlməmsən ki, məsələn, altında daldalanmağa bir dənə ev tikəsən, tək bir dənə. Dünyaya sən gəlmirsən, bunların kölgəsində, yəni bunların nəticəsində böyük hədəfə çatmaqdan ötürü. Sən dünyaya gəlmirsən ki, axirət qazanmaqdan ötürü. Dünya həyatdır, yaşayışdır və innəl axirətə ləhiyəl həyəvan. Elə deyir. Amma əsl həyat axirətdir. Bu müvəqqəti həyat, İmam Hüseyin əleyhissalam deyir ki, bu körpüdür, hazır cəsrun. Bu bir körpüdür. Sizi behişdə keçirdir, bunları da cəhənnəmə keçirdir. Sən dünyaya gəlmirsən, bu körpüdən keçirsən, məqsəd, hədəf axirətdə behişdə getməkdir. Sən bir dənə koma bastırmısan bu dünyada, bir dənə də kondisioner qoymuşsan, deyirsən, dayı nə olar ya, qışdın ataplenisi yayında kondisioneri qutarır da. Amma fikirləşmirsən, axı bu ondan ötürüdür. Yaxşı. Və ardıcan buyurur ki, və ma əsa ən yəkunə bəqa'u mən ləməhu yevmin la ya'duhu. Deyir, necə ümid bağlaya bilər bir adam bir günün və yaxud bir şeyin bəqasına, əbədi qalmasına ki, hansı ki o qarşıda bir dənə nədir? Məhdud bir dənə günə qədərdir bu. Sən elə fikirləşirsən ki, bu dünyada həmişə qalacaqsan, yox, sən heç vaxt burada həmişə qalmayacaqsan. Sən necə həmişəlik qalmağı burada fikirləşirsən ki, sən özün bilirsən ki, sənin günlərin burada məhduddur. Kimdən soruşsan, istər dindar, istər qeyri-dindar, belə də, istər ümumiyyətlə materialist olsun, ateist olsun, müşrik olsun, müsəlman olsun, fərq eləmir. Heç kim bu dünyada qalmaq əqidəsində deyil. Heç kim də iddia eləmir, mən bu dünyada əbədi qalacam. Yaxşı. Amma deyirsən, əmələn onu göstərirsən. Sənin məhdud günlərin var. Kim ağzını açdı, 5 gündə bu dünyada yaşayırıq, görə axırımız nə olacaq? Və axırı ölümdür də, yaxşı. Hamı keçəndə, Allahı inkar edən də qəbrəstanlığın yanına keçəndə deyir, axırımız oradır. Yaxşı, sən əli uzadırsan qəbrəstanlığa, deyirsən, axırımız oradır. Amma əməli surətdə onu göstərmirsən. Əməli surətdə onu göstərmirsən. Və talibun həsisun minəl mövti yəhduhu. O, hərəkət eləyən bir şəxs, hərəkət eləyən bir nəfər, mütəhərrik ki, ölümdən qaçır. Yəhduhu, ölüm onu qovur əslində, o ölümdən ara qaçır. Əleyhissalam başqa bir kəlamlarında var ki, deyir, ölüm çaynağın sizin boynunuza salıb, amma siz qaçırsınız. Özünüz də elə hesab edirsiniz ki, çox uzaqdasınız. Halbuki, belə də indi mən ibarətimlə desək, biraz diqqət eləsən, boynunda onun çaynağının qaşıntısını hiss eləyərsən. Adam elə bilir, uzaqlaşmışam, deyir, yox, uzaqlaşmır. Və muz'icun fid dünya hətta yufariqəhə rəğmən. Bu dünya, bu ölüm sizi muz'ic, yəni kötüyündən keçəcək və onu neynəyəcək? Məcbur olaraq sizi bu dünyadan ayıracaq. Fəla tənafəsu fi izzid dünya. Ona görə də Həzrət buyurur ki, bu dünyanın izzətindən ötürü çalışmayın. Fəla tənafəsu fi izzid dünya. Siz istəsiniz bu dünyanın izzətindən ötürü çalışasınız və fəxriha, dünyanın fəxrindən ötürü çalışasınız, çalışmayın. Dünyanın fəxri nədir ki? Nə insan dünyada fəxr eləyə bilər? Həzrət Rəsulullah deyir ki,
insan dünyada fəxr elədi ki, var dövlət ola bilər. Əl-yom la yənfəu malun və la bənun. Elə deyir. Qiyamət günündə nə mal, nə övlad heç biri fayda verməyəcək. İlla mən ətəllaha bi qəlbin səlim. Təmiz qəlbinə, mümin gəlsə o fayda verəcək. İnsan deyir, məsələn, ola bilər, yaxşı natiq olsun, danışığına, nitqinə fəxr eləsin. Deyir, əl-yevm nəxtum ələ affahim və tükəllimun əydihim və təşhədu ərculuhum makan yəqsun. Qiyamətin günündə ağızlar bağlanır. Heç qiyamətin gününə qalmır ki, insan can verəndə birinci nitqi tutulur. Əli Əleyhisselamın Nəhcül Bəlağada o mövzuda xutbəsində var. İzah eləyir ölüm halətini. Keçmişik biz o xutbəni danışmışıq keçən illərdə ki, insanın o can vermə halətini danışır. Deyir, siz görməmsiniz bəyəm insanları can verəndə, ölüm onu yaxalayanda birinci nitqi tutulur. Qulağı da eşidir, göz o. Dünyanın əzablarından biri odur. Çətinliklərindən biri odur. İnsanın gözü də tutulur, nitqi tutulur, gözü də görür, qulağı da eşidir. Məsələn, gözü görür burada nə hərəkətlər gedir. Biri başına döyür, biri saçını yolur, biri qışqırır, qulağı da eşidir bunları, biri kömək istəyir, biri nəmləyinir. Amma bu dili ilə heç kimə təsəlli verə bilmir. Nə də özünün ehtiyacını deyə bilmir. Axirətin, amma o Allahın mömin bəndələrində elə deyir. İmanlı bəndələrdə o cürə deyir. Baxmayaraq ki, onların da elə can, o təbii halda can verəndə nitqi də tutulsa, amma onlar o vəziyyətdə deyirlər. Can verir, nitqi tutulur, bunun işi can verməkdir, nə lazımdır, kim necə ağlayır, ya çeyilir. Onsuz da bu şeylər səni gətirib bu vəziyyətə çıxardıb ki, indi çətinlik çəkirsən, indi də onun dərdini çəkirsən. Hər halda deyir, nitqə fəxr eləyirlər, o da şey. Nəslinə, nəcabətinə fəxr eləyər, Həzrət deyir ki, la nəsəbə və la fiha. Axirətdə nəsəbi yoxdur. Heç kimə görə cəzalandırmayacaqlar, heç kim də kimin oğlu olmağını soruşmayacaqlar. Yaxşı. Bu və bunun kimi Həzrət bir neçə dənə şey sayır. Deyir, bu dünyada iftixar eləməli, fəxr eləməli şeylər bulardır. Axirətdə də görürsünüz bu nədir? Bu birincidir. İnsan gözəlliyinə deyir, birinci fəxr eləyər, bir də fəxr elədiyi insan özünün gözəlliyi olur. Onu da deyir, nədir? Qəbirdə birinci adamın gözünə girir o şeylər. Həşarat filan. Cəhənnəmdə də birinci insanın arası yanır, üzü. Çünki cəhənnəm əhlin günahkarları, Quranda neçə dənə ayə var ki, üzü üstə atarlar cəhənnəm. Həmin o dünyada güzüyə baxıb fəxr elədi gün, ondan sonra hoqqa çıxartdığın gözəllik orada birinci cəhənnəmdə yanacaq. Birinci oraya yanacaq cəhənnəmdə. Ona görə Həzrət Əli Əleyhisselam da burada deyir ki, və la tənafəsu fi izzid dünya və fəxriha. Dünyanın izzətindən ötürü, dünyanın fəxrindən ötürü çox çalışma. Və la tə'cəbu bi zinətiha və nəimiha. Dünyanın nemətlərinə və zinətlərinə də çox allanmayın. Və la təczəu min zərraihə və boğsiha. Nə də dünyanın o çətinliklərindən, əzablarından da çox belə bitablıq eləməyin, çox hayküy salmayın, çox öyle. Dünyanın işi budur. Bu dünyanın işi budur. Adam gedir dişini çıxartdırmağa, aləmi qışqırıb dağıtmaqla deyir, sən bilirdin dişi çıxartdırmağa gəlirsən, ağrıyır, onu çıxardanda ağrıyacaq. Elə deyir, adam gedir iynə vurdurmağa, bilir ki, o iynə vurulanda ağrıyacaq da, yaxşı. Elə bu kimi şeylər. Sən bu dünyadasan, bilirsən bu dünyanın çətinliyi var da. Neynəməlisən? Onu öz üçün asanlaşdırmalısan. Onu özünə tabi eləməlisən. Nəfsi onun qarşısında elə idarə eləməlisən ki, dünyanın istisi, soyuğu, çətinliyi, acısı, şirini sən üçün elə bərabər olsun. O da ancaq Allah yolunda düzgün addım atmaqdadır. Allah Teala Muhammed Ali Muhammed xatirinə bizi günahlarımızı bağışlasın, bəyəndiyi bəndələrdən qərar versin, aqibətimizi xətim və xeyr eləsin inşallah. Vəssalamu aleykum və rəhmətullah və bərəkatuhu.